Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlarım, hamınıza, eləcə də özümə Allahdan qorxmağı nəsihət edirəm. Hər bir müsəlman İslam əqidəsini bilməli və ona əməl etməlidir ki, sonda cənnətlik olsun. Belə ki, batil əqidəyə qulluq edənlər özləri də bilmədən əməllərini puç edirlər. Bu xüsusda Uca Allah buyurur: Qul, həl nunəbbi'ukum bil-əxsərinə ə'mələ, əl-ləzīnə dallə sə'yuhum fil-həyətid dünya və hum yəhsəbunə ənəhum yuhsinunə sun'a. De, sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Ayədən aydın başa düşülür ki, Allah öz bəndələrinin əməllərinin ancaq bir qismini qəbul edir. Bu da o əməllərdir ki, onlar məhz Allahın rizasını qazanmaq məqsədi ilə yerinə yetirilsin. Və bir də Rasulullah sallallahu aleyhi və səlləmin buyruqlarına uyğun olsun. Allahın rizasını qazanmaq məqsədi ilə yerinə yetirilən əməllərə gəlincə, yəni ixlas xüsusunda Uca Allah buyurur: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيَقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ. Onlara dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdur. Doğru din də elə budur. Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun olmasına gəlincə, bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Mən amilə amələn leysə aleyhi əmruna fəhvurad. Kim bizim əməlimizə uyğun əməl etməzsə, bu əməl rədd edilər. Hədisdən aydın başa düşülür ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin buyruqlarına müxalif olan hər bir əməl rədd edilir. Allah subhanahu wa ta'ala onu qəbul etmir. Biz də qərara gəldik ki, bugündən etibarən hər bir müsəlmana İslam əqidəsini doğru düzgün şəkildə öyrədək. Haqqı batildən, doğrunu yanlışdan və düzü əyridən ayırt edən yeganə meyar Allahın kitabı, onun Rasulunun sallallahu aleyhi və səlləmin hədisləri və bir də bu iki mənbədə deyilənlərin hamısını hamıdan yaxşı başa düşüb, onlara əməl edən sahabələrin və onların ardıcıllarının rəyidir. Odur ki, biz əqidə ilə bağlı sualları cavablandırdıqda, hər bir sualın cavabını bir ayə və bir səhih hədis, üstəlik, səhabələrin və onların ardıcıllarının rəyi ilə əsaslandıracaq. Allahdan istəyimiz budur ki, Allah subhanahu wa ta'ala bu işdə bizə kömək olsun və bu əməlimizi qiyamət günü savab tərəzimizdə ağır gələn əməllərdən etsin. Subhanək Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və ətubu ileyk.